Uzun müddətdir narkotik asıllığından əziyyət çəkən tanınmış aparıcı Nəsimi Nəbizadənin qardaşı həbs edilib. Qafqaz İnfonun əldə etdiyi məlumata görə 48 yaşlı Elnur Nəbizadə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunur. Polisin keçirdiyi əməliyyat nəticəsində Elnur Nəbizadə və onunla birlikdə daha 2 nəfər saxlanılıb. Onlardan ümumilikdə 13 kiloqram narkotik vasitə aşkar edilərək götürülüb. 2 gün əvvəl tutulan Elnur Nəbizadə və digər şəxslər barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qəti imkan tədbiri seçilib. Məlumatı Elnur Nəbizadənin vəkili Anar Qasımlı təsdiqləyib.